Şimal bölgəsinin ən böyük yaşayış məntəqələrindən olan Xaçmazın İsmayılovka yaşayış massivində elektrik təsərrüfatının yarımçıq qalan infrastrukturunun yenilənməsinə ehtiyac var. Xaçmaz şəhərinin bir hissəsi olan bu massivin Vəli Məmmədov, Gəray Əsədov, Mirzə Kazımbəy və Dağıstan küçələrinin bir qrup sakinləri elektrik naqillərinin və elektrik dirəklərinin qəzalı vəziyyətdə olması ilə yanaşı, yeni çəkilən elektrik xəttlərinin təyinatı üzrə istifadəsiz qalmasından şikayətlənir. Sakinlərin sözlərinə görə, ərazidəki elektrik naqilləri istismar müddətini çoxdan başa vurub. Bundan başqa, yağışlı vaxtlarda üstü açıq elektrik xəttləri və dirəkləri əsl təhlükə mənbəyinə çevrilir. Sakinlər onların narahat edən problemlərlə bağlı aidiyyatı qurumlara müraciət etsələr də, aldıqları şablon cavablar olub. Onlar qeyd ediblər ki, sözü gedən küçələrdə yüzlərlə sakin yaşayır. Son illər bu küçələrin enerji təminatı sahəsində görülən əsaslı tək iş dirəklərin qismən dəyişdirilməsi və elektrik naqillərinin torpağın üstünə atılaraq unudulması olub. Buranın sakiniyəm, burada yaşayıram neçə illərdir. Yollarımız bərbad gündə, işıqlarımız həmçinin də göz qabağında sarmaşıq kimi tünellərlə gedir. Zəifdir işıqlarımız, özdə nə xaladelnikimiz işləyir, nə bir şeyimiz işlətə bilirik. Gördüyünüz gün bu naqillər gəlib çəkiblər, gediblər, ucları da yerdə, yaş yerdə qalıb. Aman atam, xahiş edirəm sizdən. Bizim bu stolbanı dəyişin. Stolbamız özünüz görürsünüz, necə avariyalı stolbadır. Uşaqlardan qorxuruq. Daha külək olan kimi yerlənir stolba yerində. Düzdür, neçə dəfə ərizə vermişəm. Gedib şikayət eləmişəm, deyiblər gəlib baxacaq, ancaq baxan yoxdur. Əksər küçələrə verilən gərginlik isə normadan çox aşağı olur. Yerli sakinlər bildirirlər ki, azalıb çoxalan gərginlik və qısa qapanmalar səbəbindən evlərində işlətdikləri məişət texnikalarının sıradan çıxması adi hala çevrilib. Onların sözlərinə görə zəif külək əsməsi belə xətlərdə qırılmalara, saatlarla işıq kəsilməsinə səbəb olur. Ərazidəki qəza səbəbindən bütün sözü gedən küçələrdə işıqlar sönür. Xaçmaz elektrik şəbəkədən Dünya Televiziyasının yerli bürosuna bildirilib ki, sözü gedən küçələrin mövcud problemlərindən xəbərdardırlar. Qeyd edilib ki, işlər yarımçıq qalan küçələrin təmiri mərhələli şəkildə davam etdirilir. Yerdə olan naqillərə gəldikdə isə elə bu gün dirəklərə bağlanılacaq. Məlumatda həmçinin vurğulanıb ki, bu küçələrin elektrik xəttlərinin tamamilə yenilənməsi üçün avadanlığın gəlməsi gözlənilir. Elvin Qudrətov, Xanlar Qaraca, Bu gün informasiya proqramı üçün.